Azərbaycanda turizm sadəcə qonaq gətirən bir sektor deyil. Bu regionları canlandıran, insan potensialını birləşdirən, məşğulluğu artıran bir ekosistemə çevrilmə potensialı olan bir sahədir. Əgər turizmin dərinli inkişafına baxsaq, daha rəqabətli davamlı inkişafına baxsaq, burada ölkəyə neçə turist gəldi yox, turist gələndə nə gördü, nə hiss elədi, nəyə xərclədi kimi suallar yaranır. Məhz bu amillər turizmin əsl iqtisadi dəyərini yaradır. 15 il qabağa sırf otel sahəsinə baxsaq, görərik ki, otellər tikilib qutarandan sonra əsl çətinlik onda başladı ki, biz artıq bu otellərdə çalışan kadrlarımız yox idi və bu kadrların böyük əksəriyyəti xarici mütəxəssislər tərəfindən tutuldu. Bu gün otel sahəmizə baxanda mənzərə tamamilə fərqlidir. Bütün demək olar menecerlər, hətta baş menecerlər yerli mütəxəssislərimizdir, peşəkarlar da hamısı. Maraqlısı orasındadır ki, bu inkişaf çox təbii yolla baş verdi. Göstərdi ki, Azərbaycanın turizmində insan kapitalı təbii, adaptiv yolla inkişaf etdi və ən maraqlısı da odur ki, bu inkişaf turizmdə böyük təhsil modelləri, dövlət və özəl sektor arasında əməkdaşlıq modelləri olmadan baş verdi.